Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün evdə olan yuxalardan nəsə hazırlamaq istədim və belə bir şey hazırladım. Əvvəlcə qiymənin üzərinə soğan çəkirib əlavə edirəm və bişməyə qoyuram. Üzərinə heç bir su əlavə etmədim. Duz, istiyotunu vurub suyu çəkilənə kimi bişməyini gözləyirəm. Bu arada qatığa duru yağ, duz əlavə edirəm yuxanı yumuşatmaq üçün. Daha sonra mənim qiyməm öz suyuna düşdükdən sonra yaxşı qızardıram və budur artıq hazırdır. Yuxaları hazırladığım qatıqdan yumşaldıb üzərinə əti əlavə edib hər yerinə yayıram. Daha sonra bu mərhələni ət bitənə kimi davam edirəm. Mən ətlə ilk dəfədir hazırlayırdım. Göyərti ilə, şorla daha çox hazırlamışam və çox xoşuma gəlib. Artıq sonuncu əti də töküb prosesi təkrarlayıram və yuxanın üzərini qatıqla yumşaltdıqdan sonra üzərinə Holland pendiri əlavə edirəm. Sobaya 5-10 dəqiqəliyinə bişməyə qoyuram. Dostlar, bugünkü videomu bəyəndinizsə bəyənməyi, şərh yazmağı, kanalıma abunə olmağı unutmayın. Çox sağ olun.